Çox vaxt poliklinikalarda xəstələrdən eyni cümləni eşidirik. Doktor, pilləkən çıxanda boğuluram, məndə astma var. Yaxud illərlə siqaret çəkmiş birisi öskürəyini adi siqaret öskürəyi deyib keçişdirir. Amma gəlin bugün işin biologiyasına, pərdə arxasına baxaq. Nəfəsimizi kəsən bu iki vəziyyət, astma və koah eyni şeydirmi? Qətiyyən yox. Hər ikisi sizi boğur, hər ikisi sinənizdən xırıltı gəlməsinə səbəb olur. Amma mikroskopik səviyyədə o möhtəşəm ağciyər toxumasının dərinliklərində baş verən hadisələr bir-birindən tamamilə fərqli iki bioloji dağıdıcılıq hekayəsidir. Gəlin, elmin işığında bu iki düşməni bir-birindən ayıraq. Əvvəlcə astmadan başlayaq. Astma əslində orqanizmimizin aşırı panikaya düşməsidir. Təsəvvür edin ki, tənəffüs yollarınızın içində çox həssas təhlükəsizlik sistemi var. Normal bir insanda havadan gələn adi bir toz, soyuq hava və ya çiçək tozu heç bir problem yaratmır. Amma astmalı bir fərddə immun sistem deyir ki, təhlükə var, qapıları bağlayın. O saniyə bronxların ətrafındakı əzəllər şiddətlə yığılır, daxili qışa şişir və selk ifrazı artır. Hava yolları bir anda incəcik bir boruya çevrilir. Nəfəs almağa çalışırsınız, amma hava o dar yerdən keçərkən fısıltı səsi çıxarır. Baxın, burası çox önəmlidir. Astma geri dönə bilən bir prosesdir. Spreyinizi vurursunuz, əzəllər boşalır və hər şey sehrlənmiş kimi əvvəlki normal halına qayıdır. Borular yenidən açılır. Amma gələk koaha. Koahda mənzərə çox daha fərqli və acımasızdır. Koah bir panika deyil, illərlə davam edən fiziki bir dağıntıdır. Səbəbi isə 90% hallarda o içinizə çəkdiyiniz siqaret tüstüsü və ya zəhərli qazlardır. Ağciyərlərimizin ucunda şar kimi şişib yığılan milyonlarla mikroskopik hava kisəciyi var. Biz bunlara alveol deyirik. Bu kisəciklərin möhtəşəm bir elastikliyi var. Nəfəs alanda şişir, verəndə isə rezin kimi yığılıb çirkli havanı çölə atır. Siz illərlə siqaret çəkdikdə o zəhərli kimyəvi maddələr bu kisəciklərin divarlarını əridir, elastikliyini məhv edir. Elmi olaraq ifadə etsək, burada amfizem və ya xroniki bronxit dediyimiz qalıcı zədələnmə yaradır. Artıq o şarlar rezinliyini itirmiş, sallanmış köhnə bir torbaya çevrilir. Hava içəri girir, amma elastiklik olmadığı üçün çirkli hava içəridə həbs olur, çölə çıxa bilmir. Siz nəfəs alda bilmədiyinizi düşünürsünüz, amma əslində problem içəridəki havanın boşalda bilməməyinizdir. Yəni qısacası dostlar, astma bir əzəllə spazmı və allergiya problemidir. Gənclərdə, hətta uşaqlarda da başlaya bilər. Düzgün müalicə ilə düyməyə basılmış kimi dayandırıla bilər. Koah isə bir qocalma və dağılma problemidir. Adətən 40 yaşdan sonra uzun müddət siqaret çəkənlərdə yaranır. Ağciyərin memarlığı pozulduğu üçün o dağıntını tamamilə geri qaytarmaq mümkün deyil. Lakin müasir tibblə o dağıntının sürətini azaldıb xəstənin rahat nəfəs almasını təmin edə bilərik. Əgər siz də pilləkən çıxarkən nəfəsinizin kəsildiyini hiss edirsinizsə, bunu yaşlandım və ya siqaretdəndir deyib normallaşdırmayın. Çünki biologiya səhvləri sevmir. Amma elm bizə bu səhvləri düzəltmək üçün möhtəşəm yollar təqdim edir. Özünüzə və ağciyərlərinizə yaxşı baxın. Sağlam nəfəslə elmlə qalın.